Mən Kamran Sadıqlı 5-ci yüksəliş müsabiqəsinin qalibiyəm. Hazırda Bakı Beynəlxalq Dəniz Limanında direktorun layihələrin idarə olunması üzrə müşavir vəzifəsində çalışıram. Mənim yüksəlişim ilk dəfə dövlət qulluğuna qəbulla başladı. Dövlət qulluğunda həyata keçirdiyimiz fəaliyyətin, dövlətin və cəmiyyətin inkişafına real təsirini görəndən sonra mən daha geniş miqyaslı planlaşdırmağa və daha strateji düşünməyə başladım və düşünürəm ki, bu da mənim yüksəlişimin ilkin addımı idi. Öz üzərində çalışmaq karyeramda ən böyük və ən vacib layihədir. Bunu karyeramın ilk vaxtlarında çalışdığım rəhbərlərdən biri mənə demişdi. Bu ifadə daha sonra mənim özümü təkmilləşdirmədə, özümü inkişaf elətdirməyə çox böyük təkan vermişdi. İnkişaf məqsəd deyil, bir sistemli bir prosesdir. Bir zamanlar mən bütün müzakirələrdə haqlı tərəf olmağa çalışırdım. Bir dəfə müzakirənin sonuna qədər mən öz fikrimi müdafiə elədim, lakin sonda əldə olunan nəticə nə məni, nə komandanı qane elədi. Bu hadisə mənə həmin an çox böyük məğlubiyyət kimi görsəndi. Lakin sonradan yanaşmamı dəyişdim və başa düşdüm ki, müzakirənin sonunda qalib tərəf yox, qalib nəticə olmalıdır. Hər gün insan özünə sual verməlidir ki, mən bu gün nəyi daha yaxşı edə bilərəm və bunun üçün kiçik də olsa bir addım atmalıdır. Mənə görə bu yüksəlişdir. Tövsiyəm ondan ibarətdir ki, yüksəlişə bir status, bir qalibiyyət, bir final kimi baxmayın. Yüksəlişə vərdiş kimi baxın və əmin olun ki, əldə edəcəyiniz nəticələr gözləntilərinizdən qat-qat çox olacaq. Yüksəliş sizinlə davam edir.